Həyatınızın axarını dəyişdirmək istəyirsiniz, amma sanki haradan başlayacağınızı heç cür tapa bilmirsiniz? Valeri Sinevnikovun fikirlərinə görə, bəlkə də axtardığınız bütün güc elə sizin öz içinizdədir. Gəlin birlikdə niyyətin həyatımızı necə dəyişə biləcəyinin sirlərini açaq. Baxaq görək, bu gücün necə istifadə etmək olar? Sinevnikov bizə olduqca cəsarətli bir fikir deyir. Biz, fərqində olmasaq belə, reallığımızı yaradan bir növ sehirbazlarıq. Bir anlıq düşünün, bu o deməkdir ki, həyatınızda baş verən hər şeyin arxasında bəlkə də elə sizin özünüz dayanırsınız. Bəs, bu gizli gücü şuurlu şəkildə istifadə etməyə hazırsınızmı? Bax, bu sual bizi bütün bu söhbətin tam mərkəzinə gətirir. Yadınızdadır, qədim kimyagərlər dəyərsiz metalları qızıla çevirməyə çalışırdılar. Bəs biz də öz həyatımızın çətinliklərini uğura, qorxularımızı isə gücə çevirə bilərikmi? Cavab bir mənalı olaraq bəli və bunun yolu daxilimizdəki o kimyagərlə tanış olmaqdan keçir. İçimizdəki o kimyagər başa düşür ki, əsl transformasiya, yəni əsl dəyişiklik xarici dünyanı dəyişməklə deyil, daxili aləmimizi yenidən formalaşdırmaqla başlayır. Yəni, həyatın o ağır qurğuşununu parlayan bir qızıla çevirmək üçün bizim laboratoriyamız elə öz şuurumuzdur. Bu bütün fəlsəfənin təməl daşıdır. Çox vaxt problemlərin həllini kənarda axtarırıq, elə deyilmi? Başqa insanlarda, şəraitdə, taleyimizdə. Amma əsl güc mənbəyi və dəyişiklik üçün o qızıl açar elə öz düşüncələrimizdə, yəni daxilimizdə gizlidir. Reallığı dəyişmək üçün ilk növbədə özümüzə, içimizə baxmalıyıq. Yaxşı, bəs bu daxili güc hansı prinsiplə işləyir? Sinevnikov bunu insan şuurunun yeni modeli adlandırır. Təsəvvür edin ki, bu sanki zehnimizin istifadəçi təlimatıdır. Həyatımızı necə yaratdığımızı və onu necə şuurlu şəkildə idarə edə biləcəyimizi göstərən bir xəritə kimidir. Bu modelin tərifi əslində çox sadədir, amma təsiri inanılmaz dərəcədə dərindir. Hər birimiz öz dünyamızı düşüncələrimiz, hisslərimiz və inanclarımızla yaradırıq. Məsələn, bir iş görüşməsindən əvvəl içindən mən bacarmayacam deyə düşünürsənsə, çox güman ki, bu inanc özünü reallıqda göstərəcək. Çünki yaşadığımız dünya daxili vəziyyətimizin birbaşa nəticəsidir. Bax bu, modelin fundamental qanunudur. Xarici aləm, daxili aləmin sarsılmaz bir güzgüsüdür. Münasibətlərinizdəki gərginlik, işinizdəki uğursuzluq və ya sağlamlığınızdakı problemlər. Bunların hamısı sizin daxili dünyanızın bir əksidir. Deməli, ətrafınızdakı mənzərəni bəyənmirsinizsə, fırçanı əlinizə alıb daxili portretinizi yenidən çəkməyin vaxtı çatıb. Və bu prinsip bizi çox vacib bir yol ayrıcına gətirir. Həyatda iki rol oynaya bilərik. Solda gördüyünüz qurban rolunda olanda biz daima başqalarını və şəraiti günahlandırırıq. Amma sağdakı yaradıcı rolunda isə sükanı ələ alırıq, məsuliyyəti öz üzərimizə götürürük və həyatımızın sahibi oluruq. Hər səhər oyandığımızda bu seçimi yenidən edirik. Siz bugün hansı rolu seçirsiniz? Artıq nəzəriyyəni anladıq, gücün bizdə olduğunu bildik, indi isə ən vacib sual gəlir. Bu gücü praktikada necə istifadə edə bilərik? Sinevnikov bizə sadə, amma çox təsirli bir niyyət yaratma formulası təqdim edir. Bu, arzularımızı reallığa çevirmək üçün bizim şəxsi yol xəritəmizdir. Deməli, bu 4 addımlı formula reallıq yaratma prosesinin özüdür. Birincisi, analiz edin. Yəni, indi harada olduğunuzu dürüstcə qiymətləndirin. İkincisi, hədəfləyin. Nə istədiyinizi və hara getmək istədiyinizi tam aydın şəkildə müəyyən edin. Üçüncüsü, vizuallaşdırın. Hədəfə çatmış halınızı bütün hisslərinizlə yaşayın, sanki artıq oradasınız. Və nəhayət dördüncüsü, ona məna qatın. Bu hədəfin sizin və başqalarının həyatına nə kimi müsbət təsir edəcəyini düşünün və niyyətinizi gücləndirin. Bu şərq atalar sözü vizuallaşdırmanın bütün sirrini açır. Bilirsiniz, məsələ sadəcə yeni bir maşın xəyal etmək deyil. Əslə. Məsələ o maşının sükanı arxasında özünüzü necə hiss etdiyinizi, o uğura çatmış, yeni özünüzü xəyal etməkdir. Enerjinizi obyektə yox, nəticəyə, yəni özünüzün arzuladığınız versiyasına yönəldin. Yaxşı, niyyət formulu artıq cibimizdədir. Amma bu resepti mükəmməlləşdirmək üçün 3 qızıl qaydaya ehtiyacımız var. Bunlar niyyətinizin hədəfə tam dəqiqliklə çatmasını təmin edən vacib prinsiplərdir. Gəlin indi bu qaydaları bir-bir nəzərdən keçirək. İlk qayda bəlkə də ən vacibidir. Çünki o, bütün prosesin tonunu müəyyən edir.
Bu, zehnimizin hansı dilə cavab verdiyi ilə bağlıdır. Gəlin baxaq, görək niyyətimizi necə ifadə etməliyik ki, kainat bizi düzgün başa düşsün. Birinci qayda budur. Niyyətiniz həmişə pozitiv dildə ifadə olunmalıdır. Məsələn, xəstələnməmək istəmirəm dedikdə, sizin zehniniz avtomatik olaraq xəstəlik sözünə fokuslanır. Bunun əvəzinə deyin ki, mən tamamilə sağlamam. Unutmayın, şuuraltımız yox, deyil kimi negativ hissəcikləri qəbul etmir. O sadəcə fokuslandığınız obyekti gücləndirir. Enerjinizi istəmədiklərinizə deyil, istədiklərinizə yönəldin. İndi isə gəlin ikinci qızıl qaydaya keçək. Bu qayda bizim reallıq anlayışımız və zamanla olan münasibətimizlə bağlıdır. Görəsən niyyətimizi gələcəyə aid bir arzu kimi deyil, indiki anın bir həqiqəti kimi necə ifadə edə bilərik? İkinci qayda, niyyətinizi həmişə indiki zamanda ifadə edin. Yeni bir evim olacaq demək, onu gələcəkdə sanki əlçatmaz bir yerdə saxlamaq deməkdir. Bunun əvəzinə deyin ki, mənim gözəl bir evim var. Bax, bu, enerjinizi yaratmaq istədiyiniz reallıqla eyni tezliyə gətirir və onu indi həyatınıza çəkməyə başlayır. Və nəhayət, üçüncü və son qızıl qayda. Bu qayda gücü tamamilə 100% öz əlimizə almağımızla bağlıdır. Reallığımızın yaradıcısı olduğumuzu qəbul etmək və məsuliyyəti tam şəkildə üzərimizə götürmək üçün niyyətimizi necə formalaşdırmalıyıq? Üçüncü qayda. Niyyətiniz həmişə birinci şəxsin dilindən, yəni mən ilə başlamalıdır. Mən sağlamam, mən uğurluyam. Bu, bütün məsuliyyəti və gücü birbaşa sizin üzərinizə qoyur. Başqasının sizin üçün nəsə etməsini gözləmirsiniz. Öz dünyanızın yaradıcısı kimi bütün gücü özünüzdə cəmləşdirirsiniz. Deməli, nəzəriyyəni öyrəndik, formulanı əldə etdik və qızıl qaydaları mənimsədik. İndi bütün bu məlumatları bir araya gətirərək diqqəti yenidən sizə, yəni səhnənin əsas qəhrəmanına yönəldirik. Unutmayın, kimyagər sizsiniz və sizin o böyük işiniz məhz bu andan etibarən başlayır. Və ən vacib həqiqəti heç vaxt unutmayın. Bu güc sizin qazanmalı olduğunuz bir şey deyil. O, onsuz da sizin daxilinizdədir. Sizin doğuşdan gələn haqqınızdır. Vəzifəniz onu axtarmaq yox, sadəcə kəşf etmək və cəsarətlə istifadə etməkdir. Və gəlin bu birbaşa sual ilə yekunlaşdıraq. Bütün bu bilikləri sadəcə dinləməklə kifayətlənməyəcəksiniz. Elə deyilmi? Öz böyük işinizə başlamaq üçün ilk addım atmağa hazırsınız? Elə bugün yaradacağınız ilk niyyət sabah hansı möhtəşəm reallığın təməlini qoyacaq? Cavab sizdədir.